Dərsimiz Windows 11 əməliyyat sistemidir. Windows 11 əməliyyat sistemini Windows 10-dan fərqləndirən bir çox özəlliklər var. İlk öncə interfeysi dəyişib, dizaynı dəyişibdir. Bizim ekranda gördüyümüz adlanır iş masası. İş masasının özünün ayrıca kontekst menüsü var. Kontekst menü dediyimiz mouse'un sağ düyməsini bir dəfə klikləməklə açılan menüdür. Bu menü artıq adlanır iş masasının kontekst menüsü. Növbətə gələn hissə adlanan taskbar. Taskbar bu aşağı hissədir. Taskbar adlanan tapşırıqlar paneli. Tapşırıqlar panelinin üzərində yerləşir Start menüsü. Sol hissədə yerləşir Widgets. Artıq bu Windows 11-ə gələn yeni bir özəllikdir. Burada hava durumu görsənir. Sonra idman barəsində xəbərlər görsənir. Ümumi xəbərlər görsənir. Yəni gündəlik həyatda baş verən yeni xəbərlər, notificationslar, bildirişlər. Sonra burada məsələn yerləşir geyimslər, oyunlar, marketlər və s. Bunlar hamısı Windows 11-in taskbarında yerləşən, tapşırıqlar panelində yerləşən widgetslərdir. Baxın, bu sol hissədə yerləşən olan widgets. Növbətə gəlir Start menüsü. Artıq Start menüsünün interfeysi dəyişilmişdir. Windows 11-in özünə məxsus bir interfeysi vardır, görünüşü vardır, dizaynı vardır Start menüsü ilə bağlı. Və burada iki dənə hissə meydana gəlibdir. Biri pinnet hissəsi, bir də recommend hissəsi. Pinnet sabitləmək deməkdir. Proqramları sabitləyir bura. Recommend hissəsi isə son istifadə olunan proqramlar, fayllar və qovluqlar, sənədlər barəsində belə bir yuxarıda yaradılmış hissədir. Və son istifadə etdiyimiz burada sənədlər görsənir. Son istifadə etdiyimiz sənədlər, fayllar, qovluqlar onları bizim üçün göstərir. Gəldim digər hissələrə. Burada Task View var. Task View iş masaları arasındakı keçiddir. Desktop iş masası deməkdir. İş masaları arasında keçid, yeni bir iş masası yaratmaq hamısı Task View-da görsənir. Burada aktiv olan proqramlar var. Aktiv olan proqramların aşağı hissəsində düz xət olur. Yəni bunlar hal-hazırda Google Chrome'dur, Zoom'dur, File Explorer'dır, Microsoft Edge'dir. Bunlar hal-hazırda aktiv olan proqramlardır. Növbətə gəldim sağ hissəyə. Sağ hissədə notifications yerləşir, saat, tarix, zaman yerləşir. Burada müxtəlif belə məsələn dildir, tutaq ki, Wi-Fi-dır, zamandır, sonra səsdir, bateriyadır. Hamısı taskbarın üzərində yerləşir. Bunu da bildirim ki, taskbarın özünün kontekst menüsü vardır ayrıca. Burada da aşağı hissəyə gətirirsiniz. Mouse'un sağ düyməsini bir dəfə klikləməklə açılan menü alınır. Belə deyək, taskbarın kontekst menüsü. Eyni şəkildə həmçinin də ekranda gördüyümüz proqramlar hamısı piktoqramlardır. Piktoqramlar dediyimiz faylların görünüşüdür, proqramların görünüşüdür. Mən buradan Google Chrome-a baxıram. Artıq Google Chrome-un görünüşündən bilirəm ki, bu Google Chrome-dur. Yəni mən bu sənədin görünüşündən bilirəm ki, bu Google Chrome-dur. Və yaxud da ki, yuxarıdakı proqramın üzərindən bilirəm ki, bu Photoshop proqramıdır. Biraz yuxarı qalxıram, bilirəm ki, WhatsApp webdir. Biraz yuxarı qalxıram, görürəm Visible qutusudur. Yəni mən proqramların görünüşünə əsasən onun nə şey icra etdiyini bilirəm. Bu da adlanan proqramların iconsları, piktoqramları. Və fayl və yaxud da qovluğun özünün ayrıca kontekst menüsü vardır. Qovluğun üzərinə bir dəfə klikləyirsiniz, mouse'un da sağ düyməsini bir dəfə klikləməklə açılan menü artıq adlanır kontekst menü. Sonra artıq Windows 11-in özəlliklərindən biri də kontekst menüdə qısa yol düymələrinin verilməsidir. Ctrl-Shift düyməsi, baxın, burada yazılıbdır. Ctrl-Shift 2 large iconsı bildirir, daha böyük ölçüdə göstərir iconsları. Eyni şəkildə bu hissədə gəlir medium icons, Ctrl-Shift 3 düyməsidir. Bu şəkildə. Sonra gəlir small icons isə ekrandakı piktoqramları daha kiçik ölçüdə göstərir. Bunlar hamısı görünüşlə bağlıdır və Windows 11 əməliyyat sistemində klaviatura qısa yol düymələri dediyimiz kimi artıq görsənir. Gəlirəm, indi isə daxil oluram PDF-imə. PDF-imdə sizə göstərə gedirəm. Windows 11 barəsində məlumatlar verilmişdir. Windows 11-i digər əməliyyat sistemlərinə nisbətdə yenilikləri verilmişdir. İstifadəçi interfeysi, başlat menüsü, performans,
təhlükəsizlik. Gəldik Snap Layouts-a. Snap Layouts aiddir Windows 11-ə və bu minimize maximize hissəsinə daxil olduqda belə bir görünüş alanı Snap Layouts. Baxın bu görünüş, baxın bu. Görünüş alanı Snap Layouts. Mən buradan ekranda eyni anda bir neçə proqramla işləyə bilərəm. Bir neçə proqram aça bilərəm. Baxın, 4 dənə proqramı belə açmaq mümkündür. 4 dənə proqramı biz eyni anda aça bilirik. Bu Snap Layouts adlanır. Sonra Snap Groups da Snap Layouts-la bağlıdır. Virtual iş masası, bu virtual iş masası dediyimiz desktopdur. Desktoplar adlanır virtual iş masası. Sonra Microsoft Store-dur. Bu hər birimizin kompüterində var. Android appləridir, oyun xüsusiyyətləridir, süni intellektdir. Artıq süni intellekt üçün burada istifadə olunan proqram Copilotdur. Copilot bir çoxunuzun telefonunda belə var. Növbəti gəldi widgetlər. Widgetlər barəsində danışdıq sizdən. Widgets, baxın bu aşağı hissədə taskbarda yerləşən hissəli widgets Windows 11-ə məxsusdur. Tətbiq inteqrasiyası. Teams proqramı var, inteqrasiyası birbaşa taskbarda olur. Bəli, bu Teams proqramıdır. Və Teams proqramı hər zaman taskbarda yerləşir. Teams proqramı bizim karantin dövründən bildiyimiz onlayn dərslərdə istifadə etdiyimiz proqramdır. Yenilənmə modeldəki yenidən Windows 11-də H2 seriyası, 23 H2 və 24 H2 olmaqla 2 dənə hissədən ibarətdir. Windows 11 əməliyyat sisteminin kompüterdə quraşdırılması və normal şəkildə işləməsi üçün belə bir göstəricilər verilmişdir. Bu göstəricilər takt tezliyidir, prosesorun mərtəbəlidir, əməliyyat daşın tutumu, disk daşın tutumu, internet bağlantısı, ana plat üzərində yerləşən təhlükəsizlik çipi, video kart, hər biri Windows 11-də var. Növbəti gəldik Windows 11-in əsas komponentlərinə. Windows 11-in əsas komponentləri iş masasıdır. İş masası barəsində danışdıq. Taskbardır. Start menüsudur. Taskbar, aşağı hissə, iş masası ekran və start menüsü də bildiyimiz, hər birimizin bildiyi start menüsü. Gəldik bu hissəyə. Birinci widget sallanır. İkinci start menüsudur. Üçüncü search hissəsidir. Dördüncü task view'dur. Beşinci bərkidilmiş və aktiv proqramlardır. Bərkidilmiş və aktiv proqramlar dedikdə bunlar nəzərdə tutulur. Bərkidilmiş proqramlar, yəni pinlənmiş proqramlar və aktiv proqramlar. Biz bu hissəyə necə proqram pinləyə bilərik? Gəlin onu göstərim. Yəni bərkitmək olur proqramları. Proqramın üstünə gəlib sola bassın, mənim altda o şeydir. Ay, sol. Hə, Tapşırıq. orada yazır pin to taskbar yazılır. Bax, gəlirsən, tutaq ki, bu proqramın üzərinə, Photoshop'un üzərinə. Mouse'un sağ düyməsini kliklərsən, kontekst menü açılır. Burada yazılıbdır. Show more options'a daxil olun. Pin to taskbar. Bax, artıq Photoshop gəldi bura. Mən artıq Photoshop'u bura sabitlədim, pinlədim, bərkitdim. Bərkidilmiş proqramlar və aktiv proqramlar. Bərkidilmələr iki cürdür də mənim. Bir starta da bərkidmək olur, taskbara da bərkitmək olur. Bir var olur. start menüsünə də bərkitmək olur, bəli. Bir də var ki, taskbara bərkitmək olur, doğrudur. Pin to start var, bir də var pin to taskbar. Növbəti show hidden icons, gizli ikonları göstər. Bu isə altıdadır. Budur. Baxın bu. Adlanır bu əmrin adı show hidden icons. Aşağıdakılar mən gəlib bura bultuz əlavə edə bilərəm. Show bultuz və və yaxud da belə bunu əlavə edim. Əlavə etdim artıq. Yəni bu hissədə belə bizim üçün show hidden icons, gizli ikonları göstər əmri var. Növbəti 7-ci quick settings.
Belə deyək, sürətli parametrlər, çox tez istifadə etdiyimiz parametrlər yerləşir. Burada Wi-Fi, səs və batareyanı daha çox görmək mümkündür 7-ci hissədə. Növbəti Notification Center'dir. Bildirişlər hissəsi, Notifications, Show Desktop. Show Desktop artıq Gizli faylları ən mən sağ küncə, maçına göndərməlidir. ən sağ küncə gələndə bir dəfə klikləməklə iş masasını göstərəndir. Bax, bu hissədə 9-cu hissə ən sağ kənar hissədə olur. Oranı bir dəfə klikləməklə iş masası görsənir. Widgetslər haqqında burada danışılıbdır. Çox toxunmuram. Deyir Widgetsdə nələr var? Weather var, hava var, xəbərlər, kalendar, to-do, traffic, stocks, sports bunlar yerləşir. Gəldim Start menüsünə. Start menüsü barəsində danışdıq. Gəldim indi Search-ə. Search axtarışdır. Search buradır. Axtarış edirik biz buradan. Search hissəsindən. Gəldim indi isə Hide hissəsinə. O da mən sizə şeyi gizlətdim üstünə basanda. Axtarış yerini. Sağ ol, bəli. Axtarış yerinin üzərinə basandadır. Burada DC tapşırıqlar panelində aşağıdakı rejimlərdə əks oluna bilər. Tapşırıqlar panelində olan proqramlar aşağıdakı rejimlərdə əks olunur. Gizlətdə, Search Icon Only, yalnız axtarış iconu, Search Icon Add Label, axtarış iconu və etiket, Search Box, axtarış üçün müvafiq əmri tapşırıqlar panelində axtarış qutusu şəklində göstərir. Bunları da mən sizə göstərim ki, hardadır. Tapşırıqlar panelinin kontekst menüsünə daxil olursunuz və Search Box hissəsində, baxın, burada Hide var, Search Icon Only, Search Icon Add Label. Hide-ı gizlədirəm, yəni artıq bax, burada Search yoxdur. Mən gəldim bu Search-ü gizlətdim. Növbəti gəlirəm Search Icon Only. Yalnız burada Search-ün işarəsini göstərir. Növbəti gəlirəm Search Icon Add Label-ı klikləyirəm. Nə oldu? Search Icon Add Label. Yəni burada həm search sözü görsəndi, həm də işarəsi görsəndi. Növbəti isə search box. Artıq box nədir? Qutu formasında deməkdir. Burada search hissəsində hər bir şey görsəndi. Baxın, bir daha edirəm. Mən yenə search-ü gizlətdim. Növbəti gəldim search icon-unu kliklədim. Gəldim search icon add label-ı kliklədim. Aşağı hissəsinə baxsanız, burada yalnız search-lə axtarış işarəsi görsəndi. Bir də search box. Artıq hamısı görsəndi. Bu da search-ə aid olan xüsusiyyətlərdir. Gəldim Task View. Task View tapşırıq görünüşü adlanır. Biz Task View-da yeni iş masası yarada bilərik. Bin, Ctrl, D düymələri vasitəsilə. Task View aşağıdır. Mən gəlirəm aşağıda. Win, Ctrl, D düymələrindən yeni bir iş masası yaratdım. Win, Ctrl, D, yeni bir iş masası. Win, Ctrl, D, yeni iş masalar yaratmış olduq. Hardan? Task View-dan. Desktop adlanır. Bu Eyni şəkildə. sonda da var, değil mi? Funksiya. Bəli, bu Windows 10-da da var, bəli. Windows 10-da da eynidir. Virtual iş masaları arasında keçid Win Ctrl sağa və Win Ctrl sola düymələrdir. Win Ctrl sağa və Win Ctrl sola düymələri. Neyniyir? Virtual iş masaları arasında keçid edir. İndi mən iş masaları arasında keçid eləsəm, bu düymələri klikləyəcəm. Növbəti iş masalarını bağlamaq üçün Win Ctrl F4 düymələridir. Gəlirəm, bax, mən burada ikinci iş masamı tutaq ki, dördüncü iş masama, üçüncü iş masama, ikinci iş masama bağlamaq istəyirəm. Gəlirəm, Win, Ctrl, F4 düymələrinlə iş masalarımı bax, bağlayıram. Artıq birinci iş masamı keçmiş oldu. Digər iş masalarını bağladım.
Sonra növbəti bu pin to taskbarla bağlıdır. Pin to taskbar. Pin to taskbar aşağıya, yəni tapşırıqlar panelinə pinləmək deməkdir. Gəlirəm, bax bu tutaq ki, bu temunu tapşırıqlar panelinə pinləyirəm. Kontekst menüsünə daxil olduğum fayl və yaxud da ki, qovluğun bu hissədə yazılmışdır. Pin to taskbar. Neyinir? Artıq aşağıya gəlir proqramı pinləyir, sabitləyir. Yenidən pin to taskbarın yolları göstərilmişdir. Sonra onu çıxartmaq göstərilmişdir. Unpin from taskbar. Yəni artıq yenidən gələcəm. Mən bu temin üzərinə klikləyəcəm mouse'un sağ düyməsinə unpin from taskbar eləyəcəm. Artıq nə olacaqdır? Taskbardan çıxarılmış olacaqdır. Gəldik digər hissələrə. Show hidden icons. Gizli ikonları göstərmək, quick settings, notification settings. Bu barələrdə də danışdıq biz. Bu adlanır. Deməli, show hidden icons, quick settingslər dedik ki, Wi-Fi-dır. Burada var məsələn səs və bateriyası vardır. Notification centerdə bildirişlər hissəsidir. Bu hissə notification centerdir, yuxarı hissə. Növbəti show desktop. Bu da 9-cudur. Bayaqlara baxın, bu hissədə biz göstərdik ən sağ aşağı küncdə iş masasını göstərmək üçün bir əmr var. Baxın, sağ aşağı küncə düz xətt yaranır. Bir dəfə klikləyirəm, iş masasını göstərir. Növbətə gəldim. Task Manager. Task Manager taskbarın kontekst menüsündə yerləşir. Mouse'un sağ düyməsini bir dəfə klikləyirəm, burada Task Manager yaranır. Task Manager ümumən nələri göstərir? Hal-hazırda RAM-da olan proqramların gedişatını, həmçinin arxa fonda baş verən prosesləri göstərir. Yəni, background proses, bir də hal-hazırda RAM-da istifadə olunan proqramlar. RAM-da istifadə olunan hal-hazırda cari proqramlar Google Chrome, Microsoft Edge, Task Manager, Windows Explorer, Zoom-dur. Baxın, aşağıda aktiv olan proqramlarında həmin proqramlardır. Həmçinin də arxa fonda gedən proseslər. Burada var prosesor, var RAM, var disk və şəbəkə. Hər saniyə burada proseslər gedir deyə Task Manager-də biz onu görə bilirik. Task Manager-ə daxil olmaq üçün 2 dənə klaviatura düyməsindən istifadə olunur. Ctrl Alt Delete və Ctrl Shift Escape. Mən Ctrl Alt Delete-i klikləyirəm. Bu ekrandır, belə görsənir. Buradan Task Manager-ə daxil olmaq olur. Eyni şəkildə Ctrl Shift Escape. Ctrl Shift Escape ilə də biz yenidən Task Manager-ə daxil ola bilərik. İndi siz mənə deyin görün, mən Ctrl Alt Delete edəndə siz ekranda nəsə gördünüz, qara bir ekran. Çünki bəzən görsənmir Zoom-da onu göstərəndə. Xeyr, mənim də görsənmədi. Hə, görsənmədi. Normalda bax Ctrl Alt Delete eləsən, sənin ekranın qapqara olacaq. Orada 4 dənə söz yazılacaq. Bu sözlər biri Task Manager-dir. Digəri deməli logdur, switch user, sign out, bir də cancel. İndi oldu o qara nəsə. Oldu? Hə, mənim indi qara gəldi, yazılar gəlməz, bəs qara nəsə gəldi. Hə, yəni o gəlməsi o deməkdir ki, oradan Task Manager-də daxil olmaq olar. Bax, bir daha edirəm. Deməli, Ctrl Alt Delete. Görün, nəsə gəldimi ekranda? Bu dəfə gəldi. Mənim indi gəlmədi. Gəlmədi. Hə, olur, Mənim çünki hələ bəzən göstərmir ona görə. Görüm oğlanlardan kim var dərsdə? Amin çıxdı yer dərsdən. Nətər uşaqdır o? Gəldim indi taskbar ayarlarına. Bu bizim taskbar settingsimizdir. Müəllim, üzr istəyirəm, rekord eləyirsiniz dərsi. Və rekord edirəm. Mən ekrana baxa bilmirəm, ona görə deyirəm. Yəni sadəcə səs üstə eşidirəm. Hə? Heç nə. Bəli. Sənə bu gün ötüşdürürəm. Hə, onu dedim, rekord eləyirsiniz. Gözüm açılandan sonra baxım. İnşallah, inşallah. Bax, taskbar settingslərdə kitabdan keçməyimin məqsədi odur ki, zaten bu əvvəl-axır kitabı oxuyasınız. Oxuyanda bilin də söhbət nədən gedir. Hamısını bir mərhələli şəkildə göstərirəm sizə. Kitabda yoxdur ya bu arada. Kitabda Windows 10-dur. Birdən saçı Windows 10 oxuyarsınız, oxumayın qəti sürətdə.
Yəni o ayrı proqramdır. O artıq proqramdan çıxarılıbdır. Windows 10 oxumursunuz. Windows 11-dir dərsimiz. İndi daxil oluram taskbar settings, taskbar ayarlarına. Yenidən taskbarın kontekst menüsünə gəlirəm və buradan taskbar settingslərə daxil oluram. Görək bizə taskbar settingslərdən proqramda nə veriblər. Veriblər heç nə bu görünüşü. Sonra böyük ehtimal ki taskbar behaviors verəcəklər. Baxın bu hissə. Taskbar behaviors. Böyük ehtimal ki, bəli, onlar bizə veriləcəkdir. Bu barədə danışdıq sizlə search barəsində. Növbəti gəlməlidir, növbəti gəlməlidir. Hə, baxın bu hissələr. Bu hissələr. İndi mən gələcəm buradan taskbarı ümumiyyətlə gizlədəcəm. Aşağıda artıq heç nə yoxdur, fikir verin. Aşağıda taskbarı gizlətdim. Bir də edirəm. Gəlirəm. Buradan. Bir də gizlədirəm. Gördünüz? Aşağıda taskbar gizləndi. Tərcümə ilə də tapmaq olur da əslində. Sonra show bad gets on taskbar apps. Nə oldu? Normalda belə bildirişlər göstərir. Baxın, zoom üstünə 13 yazılıbdır. Google üstünə H yazılıbdır. Bir də fikir verin. Artıq onlar nə oldu? Gizləndi. Gizləndi. Show bad gets on taskbar apps. Show flashing on taskbar apps. Bu artıq belə bildiriş gələndə normalda bir dənə diqqət edin. Bu arxa fonda əslində bayaqları zoomda görsəndə o sonradan itdi. Demək görə bunun tərifini bizə necə veriblər? İngilisdən Azərbaycanlı tərcümədə görə necə veriblər? Şu flashing on taskbar deyə tapşırıqlar panelində tətbiqlərin yanıb sönməsini təmin edir. Bəli, bəli, yanıb sönməsini. Bu arxa fonda bulanıq hissə yanıb sönür. Deyir, bu bir tətbiq sizdən diqqət tələb etdikdə onun ikonun tapşırıqlar panelində yanıb sönməsinə imkan verir. Sol bayaqları baxın bu zoomda oldu. Bir pəncərə sizdən hər hansı hərəkət gözləyirsə, diqqətinizi cəlb etmək üçün işə düşür. Tutaq ki, Teams'dən, WhatsApp-dan yeni mesaj gələndə, Outlook-da yeni e-poçt çatanda və ya hər hansı proqramda əməliyyat tamamlananda sizdən cavab tələb olunanda bu işarə göstərir. Arxa Windows fondan 7-də mən sizə sarı kimi yanıb sönür, değil mi abi? Alçaqda. bəli, bəli, o yanıb sönəndir. Sizə sanki bildiriş gəlib, burada yanıb sönür. Budur show flashing on taskbar apps. Yanıb sönmədir. Tətbiqlərə bildirişlər gələndə yanıb sönür, odur. Bayaqları o görsənirdi, indi görsənmədi. Çünki bildiriş gəlmişdi, axı sonra onu söndürdü, sonra bir də yanmadı. Sonra show my taskbar on all displays. Bir neçə monitor istifadə etdikdə tapşırıqlar panelinin yalnız əsas ekranı deyil, bütün qoşulmuş ekranlarda görünməsinə imkan verir. Əgər siz 2 və ya daha çox monitor qoşmusunuzsa, standartda tapşırıq paneli yalnız əsas primary ekranda olur. Bu funksiya aktiv edildikdə isə hər bir monitorda öz tapşırıqlar paneli olur. Hər monitordakı pəncərələr yalnız həmin monitordakı tapşırıqlar panelində görsənir. Əgər istəsəniz belə təyin edə bilərsiniz. Bizdə indi hal-hazırda o deaktivdir. Nəyə görə deaktivdir? Ona görə ki, bizim kompüterimizdə yalnız bir dənə monitor var. Bu bilirsinizmi nədir? O bir neçə ekranlı kompüterlər olur ha, 3 dənə kompüter yan-bayan düzülür, hamısının da ekranı eynidir. Necə izah edim sizə? Gəlin həmin kompüterləri göstərim. Proqramistlərdə daha çox olur. AT işlərində müəllim, şirkət işlərində də olur. Mən belə yumru kompüterlə dizilən yanmayan. Sol, bax onlardan da, sol. Yazım 3 üçün 1-ə. Görə elə kompüterlər var. Ekranda 3 dənə kompüter olur, hamısında ekranı bir dənə olur. Yox, indi qarşıma çıxmadı.
Yoxdur, çıxmadı qarşıma. Heç nə olmaz. Hə, baxın, təqribən belə bir şeydə deyil. Masaüstü kompüterlərdə daha çox olur. Masaüstü kompüterlərdə. Eyni zamanda 3 dənə ekran olur. 3 dənə monitor olur. Həmin o monitorlarda aktiv olur bu əmr. Növbəti Share any window from my taskbar. Deyir ki, başqa bir pəncərələrdə artıq mənim taskbarımı görə bilər. Sonra Select the far corner deyir ki, əmrin tapşırıqlar panelinin sağında görünüb görsənməməsini təmin edir. Show desktop əmri var idi ya, baxın bu əmr, show desktop. Bu 9-cu əmr var idi ya. Onun sağında görüb görsənməməsini təmin edir, bəli. İndi gələcəm mən, buradan onu deaktiv edəcəm. Corner ilə bağlı burada heç bir şey yoxdur. Baxın bu. Artıq baxın bu 9-cu əmr show the desktop. Həmin əmri nə etdik biz? Deaktiv etdik. Düzdür, burada görsənmir, amma həmin əmri biz deaktiv və yaxud da aktiv edə bilərik. Növbəti Combine taskbar button and hide labels. Tapşırıq panelindəki düymələri birləşdir və yaxud da ki, yazıları göstər. Bəli, bu da çox istifadə olunur. Baxın, aşağı görün mən artıq nə etdim? Burada settings yazıldı, computer, zoom yazıldı, download, Microsoft. Mən indi onları heç vaxt edirəm. Yəni, hər zaman deyirəm ki, burada görsənsin. Bir də var ki, always. Artıq mən gəldim. Ekranımdakı bütün belə piktoqramları bildirişsiz, yanında söz yazılmadan istifadə etdim. Yəni, bir var, when taskbar is full. Digərində isə never. Artıq hər birini belə bu şəkildə göstərir. Sonra növbəti gəldi related settings, əlaqəli parametrlər. 2 hissədən ibarətdir. Date time, sistem vaxtı, tarix, saat, qurşaq. Bunu bildirir bizə. Budur. Və notifications hissəsi. Notifications hissəsi də yuxarıdır. Bir yuxarı hissə, bir də aşağı hissə. Ona görə də deyir, related settings 2 hissədən ibarətdir, əlaqəli parametrlər. Bir notifications, bir də bu aşağı hissə. Növbəti gəldik start menüsuna. Start menüsuna girmək üçün həm Win düyməsini istifadə edirlər, həm üzərinə gətirib mouse'un sol düyməsini klikləyərsiniz, həm də Control Escape düymələrini istifadə edərsiniz. Control Escape. Start menüsünə daxil olmuş olduq. İndi isə gəlirəm, burada nələr danışıram. Burada search haqqında. Biz start menüsünə daxil olduqda search hissəsi yuxarıda var. Axtarış edə bilərik. Tutaq ki, buraya yazıram PowerPoint. Bizim üçün proqramı tapır PowerPoint. Növbəti danışmışdıq sizdən pinlənmiş hissələr. Pinnet sabitlənmişlər və e-commerce hissəsi. Bayaq bu barədə danışdıq. Sonra burada users var, bəli. Artıq aşağıda istifadəçi hesabı göstərir. Users. Bu bizim istifadəçi hesabımızdır. Növbəti power düyməsi. Power düyməsi bağlamaqdır. Power düyməsi üzərində lock, sleep, shutdown və restart yerləşir. Lock kilit deməkdir. Sleep yuxu rejiminə gedir. Bu zaman bütün məlumatlar RAM-da qalmış olur. Shutdown eləyəndə bütün məlumatlar RAM-dan silinmiş olur. Restart eləyəndə ki, kompüter artıq yenidən başlanır. Restart olunur. Burada hətta Hibernate də var, Hibernate rejimdə. Son vəziyyəti xarici yaddaşda saxlayaraq kompüteri tam söndürür. Və yazılmışdır ki, sleep rejimində isə yuxu rejiminə keçən kimi operativ yaddaşın məzmunu avtomatik olaraq sərt diskə yazılır. Shutdown rejimində isə bu əmr icra olunduqda Windows sisteminin özü ilə bərabər bütün açıq pəncərələr bağlanır və kompüter sönür. İndi isə gəlirəm, mən izah edirəm. Start menüsünün kontekst menüsünü. Start menüsünün kontekst menüsünə girmək üçün
Həmçinin Winx düyməsindən istifadə olunur. Start menüsünün kontekst menüsünə girmək üçün Start menüsünün üzərinə gətirib mouse'un sağ düyməsini bircə dəfə klikləyirsiniz. Bu zaman ekrana baxın. Install Dapps, Mobile Center, Power Options, Event Viewer, System, Device Manager, Network Connections, Disk Management və s. digər bütün əmrlər çıxır. Bu əmrlərin də adlarını bilməliyik. Niyə? Çünki hamısı burada varlar. Gəldim indi isə Start menüsünün şəxsləşdirilməsinə. Start menüsünün şəxsləşdirilməsinə girmək üçün daxil oluruq ümumi ayarlara, Personalization'dan. Burada yazılmışdır Start. Burada More Pins, Default və More Recommends anlayışları vardır. Mən sizə bildirdim ki, bu pinlənmiş sabitlənmişlərdir. Mən əgər bunların çox olmasını istəyirəmsə, gəlirəm More Pins'i klikləyirəm. More Pins eləyəndə pinlənmiş proqramların artıq baxın sayı artmış oldu. Default eləyəndə ikisi də bərabər. More Recommends eləyəndə isə artıq burada recommend olunanlar çoxaldı. Pinlənmişlər biraz burada az görsənir. Amma recommend olanlar isə sayı çoxaldı. Və gəldi indi isə bu aşağı hissələrindəki məlumatlara. Start menüsünün artıq bu da Personalization hissəsində, yəni şəxsləşdirmə hissəsində olan məlumatlardır. Oxumağınız kifayət eləyəcəkdir. Üzərində çox durmuram ki, vaxtımız getməsin. Hamısını incisindən Azərbaycan dilinə tərcümə ilə yəni tapmaq olur. Hər biri barəsində də məlumatlar verilmişdir. Növbəti gəldim artıq Mika və Fluent funksiyalarına. Mika və Fluent funksiyaları interfeys funksiyalardır. Artıq bunları belə deyək, sırf dizaynla, interfeyslə bağlıdır. Mika funksiyasının əsas xüsusiyyətləri göstərilmişdir. Mika funksiyası belə deyək də, Windows 11-də əməliyyat sisteminin Fluent Design dilinə aid olan dinamik və qeyri-şəffaf bir vizual effektdir. Yəni, Windows 11 artıq fərqlənir dizaynına görə. Bir də bunlar da alanır Mika və Fluent interfeys funksiyaları. O, əsasən pəncərələrin fonunu, başlıq hissələrini bəzəmək, tətbiqlərə müasirlik və dərinlik hissini verən bir görünüş qazandırmaq üçün istifadə olunur. Gördünüzmü, dizayndır, yəni bu. Artıq Windows 11 digər əməliyyat sistemlərindən də fərqlənir görünüşünə görə, dizaynına görə. Onların da adlanır Mika ilə Fluent interfeys funksiyaları. Mika'nın işləmə prinsipi və əsas xüsusiyyətləri bunlardır. Divar kağızı ilə inteqrasiya, performans dostu olması üçün Mika, vizual hiyerarxiya, Fox və Mika alt funksiyaları. Növbəti gəldik Fluent interfeys funksiyası. Bu da ki, 5 dənə səs elementi var. Işıq, həcm, dərinlik, hərəkət, material və biri qaldı. Biri də miqyas. Bunları da ki, mütləq şəkildə oxuyacaqsınız. Niyə? Çünki bu yeni bir özəllikdir və düşə bilmə ehtimalı çoxdur. Ona görə də yazıram ki, oxunun kvadratı. Oxunun kvadratı nə deməkdir? Yəni, bir neçə dəfə oxumalısınız ki, burada barəsində məlumatınız olsun. Baxın, əzbər yazmıram. Çünki hələ ki, imtahan işləf olacaq. Oxu yazıram ki, inanın, Allah, yəni oxumaq lazımdır da bu hissələr ki, məlumatımız olsun. Düşə bilər, düşə bilmə ehtimalı var. %1 60-70% düşəcək, çünki o Windows 11-ə məxsusdur. Növbəti gəldim Windows 11 əməliyyat sisteminin əsas obyektləri, fayl, qovluq və qısa yollar. Dedik ki, piktogramlar qovluq, fayl, qısa yol obyektlərini göstərən kiçik ölçülü qrafik obyektdir. Bunlar hər biri piktogramlardır. İstifadəçi qovluqlarının rəngi sarı rəngdə olur. Xidməti qovluqları olur. Xidməti qovluqları olur, sistem qovluqları, arxiv qovluqları və şəbəkə qovluqları. 5 dənə əsas sistem qovluğu var. Bunlar My Documents, This PC, Network, Recycle Bin və Control Panel'dır. Control Panel idarə etmə paneli adlanır. Növbəti gəldiyi arxiv qovluqları. Arxiv qovluqları isə WinRAR proqramı və benzi proqramları burada göstərilmişdir. Şəbəkə qovluqlarının isə aşağısında belə bir yaşıl rəngdə işarə olur.
Növbəti gəldik ZSPC-yə. ZSPC-yə daxil olmaq üçün elə File Explorer-da da daxil olub. Bu aşağı hissədə yazılmışdır ZSPC. ZSPC. Burada bizim disklərimizi göstərir. C diski, D diski, onların həcmləri göstərilir. Yəni burada da ZSPC-də olan belə bir C diski, D diskidir. Növbəti gəldik qovluq və qısa yolların yaradılması. Ümumən, qovluq yaratmaq üçün kontekst menüyə daxil oluruq iş masasında. New hissəsinə daxil olursunuz buradan. Buradan bir qovluq yaradırsınız. Qovluq yaratmış olduq. Və həmçinin də biz gəlirik. Bunun qısa yolunu yarada bilərik. Show More Options-dan daxil oluruq Create Shortcut. Artıq avtomatik olaraq qısa yol yaradıldı. Qısa yol fayla daha tez müraciət üsuludur. Siz faylın üzərində nə iş görürsünüzsə görün, o həmçinin qısa yolda da görsənəcəkdir. Yəni qısa yol fayla daha sürətli keçiddir. Qısa yolun həcmi təqribi 1 kilobayt olur. Qısa yolun hər zaman işarəsi ox işarəsi ilə verilir. Burada ox işarəsini görmək mümkündür. Bu ox işarəsi qısa yol olduğunu bildirir. Baxın, burada WhatsApp-da, Word-də, Zoom-da, sonra Google Chrome-un özündə, Temu'da, Photoshop-da, hər birində qısa yoldur. Skype-da, Publisher-da, Acrobat-da, Microsoft Edge-də hər biri məndə qısa yoldur. Qısa yol dediyimiz kimi faylə və yaxud da ki, qovluğa və yaxud da ki, proqrama daha tez müraciət üsuludur. Qısa yolun həmçinin adı adlanır shortcut. Və dedik ki, həcmi nə qədər olur? 1 kilobayt. Qısa yolu yaratmaq üçün müxtəlif yollar var. Bu yollardan biri də klaviatura düyməsi olaraq Ctrl-Shift və Alt düymələridir. Tutaq ki, mən gəlirəm bu qovluqda Ctrl-Shift-i tuturam və sürükləyirəm. Avtomatik olaraq qısa yolu yarandı. Nə oldu? Qısa yolu yarandı. Belə baxın, qısa yolları yaratdım. Eyni şəkildə Ctrl-Shift düyməsinə əlavə olaraq Alt düyməsi vasitəsilə də qısa yollar yaranır. Mən tuturam, bunun qısa yolunu yaradıram. Bu şəkildə. Yəni, qısa yolları yaratmaq mümkündür. Hansı düymələr vasitəsilə? Bir, Ctrl-Shift, bir də Alt düyməsi vasitəsilə. İndi isə baxaq Windows 11-də qovluq pəncərəsi, dialoq pəncərəsi, sistem və tətbiqi, proqram pəncərələr anlayışlarını. Hal-hazırda mənim girdiyim sənəd tətbiqi proqramdır. Ona görə də bu girdiyim sənədin proqramı pəncərəsi, alanı tətbiqi proqram pəncərəsi. Baxın, bu girdiyim tətbiqi proqram olduğuna görə alanı tətbiqi proqram pəncərəsi. İndi mən buraya yazıram salam ifadəsi və çıxsam, bu ekranda gələn pəncərə isə alanı dialoq pəncərəsi. Baxın, bu ekrandakı pəncərə dialoq pəncərəsidir. Dialoq pəncərəsinin mən sadəcə yerini dəyişə bilərəm, amma ölçüsünü dəyişə bilmərəm. Həmçinin, dialoq pəncərəsi ekranda olan zaman heç bir əmri yerinə yetirmək mümkün olmur. Baxın, mən heç nə edə bilmirəm kənarda. Çünki dialoq pəncərəsindən çıxam ki, mən kənarda nəsə edə bilim. Artıq çıxdım. Ona görə də deyilir ki, dialoq pəncərəsinin üzərində ölçü dəyişmək olmur və bu pəncərə aktiv olduqda digər pəncərələrə müraciət etmək olmur. Və gəldik növbəti isə qovluq pəncərəsi. Hər hansı bir qovluğa daxil olduqda belə bax bu şəkildə. Bunlar alanı qovluq pəncərəsi. Bu qovluq pəncərəsinin görünüşüdür. Qovluq. Bu dedik ki, dialoq pəncərəsidir. Kompüter əgər bizdən danışırsa adlanır dialoq. Növbəti isə gəldi sistem və yaxud da ki, tətbiqi proqram pəncərəsi. Sistem və yaxud da ki, tətbiqi proqram pəncərəsi. Və ya tətbiqi proqram. Pəncərənin deməli üçlənəvini öyrənmiş olduq. Gəldik artıq Snap Layouts-a. Snap Layouts, baxın budur. Bu rejim Snap Layouts-dur.
Sonra tam ekran var burada. Full screen mode. Klaviatura düyməsi həmçinin F11 düyməsidir. Baxa bilirsinizmi nədir? Deməli, baxın bura. Tam ekran. Bu hissə. Baxın bura. Budur. Növbəti yan-yana yerləşdirmə. Mən bir neçə proqramı eyni anda ekranda görə bilərəm. Eyni anda bir neçə proqramla işləyə bilərəm. Minimum 1, maksimum isə 4 dənə proqramla işləmək mümkündür. Sonra həmçinin də biz bunu başqa nə cür edə bilərik? Gəlirik, proqramı belə götürürük qəşəngcənə. Arxa fona gətirib yuxarı hissəyə qaldırdıqda, baxın, arxa fona gətirib yuxarı hissəyə qaldırdıqda, arxa zona təmiz blanqlaşır. Bir dəfə tutub sürüklüyürük, aha, ekranda görsəndi. Bunu həmçinin sol hissədə də etmək mümkündür. Sol və yaxud da ki, sağ hissədə fərqi yoxdur. Həm solda, həm də sağda. Tutub sürüklüyürük, bax bu şəkildə. Bax, tutub belə sürüklüyürəm. Sol hissədə artıq yarımçıq şəffaf oldu. Və yaxud da 4/1 qədər edə bilərəm. 4/1 yarımçıq və full. 4/1 yarımçıq və full. 4/1 yarımçıq və full ekran. Bu da snap layout-udur yenidən. Sağ yuxarıya çəkəndə olur da full. Hə, bəli. Müəllimə, bu funksiya onda var idi. Bu funksiya 7-də də var, onda da. Bəli, bəli. Onda var. 7 çox istifadə etməmişəm, amma onda var. 7 çoxdan istifadə eləmişəm. Artıq inanın ki, 7-nin funksiyaları yadımdan çıxıb o dərəcə. İndi bu yeni 11 ilə 10 arasında tam olaraq nəyi əlavə eləyiblər müəllimə dəyişiklik olaraq? Start menüsü dəyişilibdir. Sonra burada artıq bəzi standart proqramlar çıxarılıbdır. Əvvəllər orada Windows 10-da aero funksiyaları var idi. Artıq aero funksiyaları düşmür. Sonra başqa nə var? Mikro funksiyası, Fluent funksiyası bura əlavə olunubdur. Bura əlavə olunurdu taskbar. Əvvəllər Windows 10 əməliyyat sistemində Cascade Windows, o da taskbarda yerləşirdi. O tamam fərqli funksiyalar idi. Onlar hamısı proqramdan çıxarılıbdır. Yəni belə deyək də, sizə indi nə verilibsə bu PDF-də, onu oxumaq lazımdır. Çünki Windows 10 artıq elə bir ki, funksiyaları artıq yoxdur da, proqramdan çıxarılıbdır. Dəyişmələri isə çoxdur. Məsələn, biz inşallah gələn dərsimizdə File Explorer keçəcəyik. File Explorer təmiz dəyişilib də bildiyim. Təmiz dəyişilib. Windows 10-da fərqlidir, Windows 11-də fərqlidir. Sonra gəlirəm indi bu maximize-dir, minimize-dir, bu düymə, restore, close düymələrinin hamısı da sağ yuxarı künsə yerləşir. Bu alınır, minimize, bütün verilənləri taskbara yığır. Növbəti maximize böyükləndirir, ya kiçildir, ya belə böyüldür. Restore düyməsi bərpa edir əvvəlki vəziyyətinə qaytarır, bir də close düyməsi. Close düyməsi də ki, nədir? Çıxmaq deməkdir. Bu da Windows 11-in hələ ki birinci hissəsi.